buradan Azərbaycan Respublikası Təhsil Naziri Emin Əmirləyevə səslənirəm. Mən bilirdim ki, özbaşınalıq var, amma bu qədər özbaşınalıq olmağını bilmirdim. Bu, himayəmdə olan 9-cu sinif tələbəsi Göyçay rayon Hadakənd kəndində ev təhsili ilə bağlıdır sözüm. Demək, bu sentyabr ayından bura tədris davamlı şəkildə gedir. Daha doğrusu gedirdi. Bugündən mənə məktəb direktoru zəng edib məlumat verdi ki, demək Rəhmanın dərslərindən bir neçəsi riyaziyyatdır, informatikadır, fizikadır, coğrafiya dərsləridir. Bu kimi dərslər dayandırılıb. Səbəbi belə açıqlandı ki, demək sentyabr ayı başlayandan bura sağlamlığı məhdud himayəmdə olan Nəzərov Rəhman Etibaroğlu'nun dərslərin 2 müəllimə keçirdi. Demək, bugün həmən məktəb direktoru, o belə ki, o təhsil şöbəsi Göyçay rayon təhsil sektorunun müdürü Rauf Məmmədov tərəfindən təsdiqlənmişdi ki, uşağın sağlamlığı nəzərə alaraq, yəni bu 2 müəlliməni istəyir, yəni qanun qarşılayır. Geçsin həmən müəllimələr desin dərsi. Bunlar da sağ olsunlar, vaxtaşırı gəlib uşağın dərsini keçirlərdi. Bugün demək Göyçay rayon Hadakənd məktəbinin direktoru Azadə xanım bizə zəng edib şəxsən mənə məlumat verdi ki, yəni çağırıblar regiona Yevlağa. Görüm o kimdir adı? Zavadov Cavad əvəz edici, müdürü əvəz edici, müdür hardadır bilmirəm, yəni o əvəz edir, heç mənə maraqlı da deyir, müdür hardadır. Mənə maraqlı olan uşağımın dərsləridir, o sağlamlığıdır. O dərs Nəzərov Rəhmanın dərsi Yevlax regional tərəfindən saxlanıldı. Bu, yəni riyaziyyatdır, informatikadır, coğrafiya dərsidir, coğrafiya deyil, informatika, fizika, bu kimi dərslər saxlanıldı. Niyəsi, yəni, o Azərbaycan dili ədəbiyyat dərsi deyən, riyaziyyat dərsi deyə bilməz. Səbəb budur. Uşağın da sağlamlığı məhdud olduğu üçün seçim uşağın və valideynindir. Bəli, bunu qanun qarşılamalıdır. Bu dərslər saxlanıldı. Belə saxlanılıbsa, onda o birisi dərslərdə keçilməsin, Azərbaycan dili ədəbiyyatda keçilməsin, zərər yoxdur. Saxlanılıbsa, saxlanıb cəhənnəmə keçirilsin o birisi dərslərdə. Bu qədər bunu mən öz başınalıq bilirəm, azğınlıq bilirəm. Sağlamlığı məhdud uşaqdır. Buna yardım eləmək, kömək eləmək, yuxarı qaldırmaqdansa belindən basmaq yox. Bunu örgətmək lazımdır. Sən bunu dərsin niyə alırsan? Əlavə dərs verginən ki, qoy, dərs örgənsin, hansısa bir hərfi artıq örgənsin. Nə maraq var? Maraq güdürsünsə məndən maraq gözləməyin. Bu dərsi prezidentin göstərişi ilə Təhsil Nazirliyindən ayrılıb bu dərslər buna. Bu kim, niyə kəsirlər bunu? Bax, Rauf Məmmədov özü göstəriş vermişdi. Məlumatlı idi ki, Azərbaycan dili ədəbiyyat dərsi deyən müəllimə gəlib riyaziyyat dərsi deyir. İndi nə oldu Rauf müəllim deməyə dilim gəlmir. Sən dediyin sözü yeyirsənsə, mən sən müəllim deməyə dilim gəlmir. Sən müəllim adını layiq deyilsən. Sən o müəllim şərəfli peşədir. Mən o peşəni daşıya bilməyən, dediyi sözü yeyən adama, xarpa-xarp yeyən adama mən müəllim deməyə dilim gəlmir. Rauf, sən icazə vermişdin. İndi nəyə görə region səndən soruşanda deyirsən ki, yox, mənə xəbərim yoxdur. Hətta mən özüm səninlə danışdım telefonda ki, uşaq bu müəllimələri seçib, mənəvi qidalanır bu müəllimələrdən. Sən mənimlə razılaşmışdın sentyabr ayının əvvəlində. İndi nə oldu? Hansısa maraq gözləyirdin məndən. Ya əgər maraq gözləyirsənsə, soxun o dərsi gözlüğünüzə. Mənim sağlamlığı, məhdud uşağımı dərsin saxlayırsan sən. Allah sənə beləsin, qismət eləsin. Hətta sizlərə kim mənim uşağımın
dərsin saxlayıbsa, dərslərin ki, nəsə maraq güdürsə, mənim uşağımdan betər eləsin onun uşaqlarını. Mənim uşağım gənə danışa bilir. O uşağımın kim ki, dərslərini saxlayıb, qoymur dərslər seçilsin, riyaziyyat dərsi, fizika, informatika. O kəsin uşağının başına gəlsin, qohumun uşağının başına gəlsin, nəvəsinin nəticəsinin başına gəlsin. Cənab Prezident, mən üzümü sizə tutub səslənirəm. Bu dərsləri sizin göstərişinizlə verilib. Mən xahiş eləyərdim ki, mənim uşağımın dərsləri bərpa olunsun. Sizdən artıq dərəcədə xahiş edirəm. Əvvəlcədən təşəkkürümü bildirirəm.